Yalan detektorunun necə işlədiyini bilirdinizmi? Bir şey nəzərinizə çatdırım ki, yalan detektoru yalanı ölçmür. Bədəndə baş verən fiziki prosesləri qeydə alır. Hər şeyi yoxdan var edən beynimiz ətrafdan aldığı siqnalları görüntüyə, səsə, qoxuya, həzzə, təmasa çevirərək bir reallıq yaradan beynimiz yalan detektoruna qoşulan zaman Beyin gərgin iş rejiminə keçir. Həqiqəti demək üçün ağıl və məntiq yürüdən hissə prefrontal korteks aktivləşdiyi zaman həmçinin düşünülmüş şəkildə deyəcəyimiz yalanlara görə və indi yalan danışacağıq, birdən tutularıq deyə amigdala, yəni hiss və həyəcan, həmçinin qorxu və digər hisslərə cavabdeh olan digər beyin mərkəzdə aktivləşir. Bir sözlə beyin tam gərgin işqraf ilə işləməyə başlayır. Beyin münaqişə vəziyyətinə düşür. Daxildə həqiqəti bilir, xaricə isə başqa söz deyir. Yalan detektor isə bu zaman bədəndə baş verən fiziki proseslərə əsasən şəxsin yalan və yaxud doğru danışmasını təyin edir. Bunlar hansılardır? Ürək döyüntüsü artır, nəfəs ritmi ya artır, ya dayazlaşır, tərləmə baş verir, əsasən də barmaq uclarında, dəri elektrik keçiriciliyini azaldır, duz keçiriciliyini artırır. Yəni dərinin müqaviməti azalır. Bütün bu prosesləri yalan detektoru qeydə alır. Bütün bunlar hamısı avtonom sinir sisteminin fəaliyyəti nəticəsində baş verir, yəni insan iradəsindən asılı olmayaraq. Yalan detektoru bədəndə baş verən bu fizioloji dəyişiklikləri qeydə alır. Əgər normadan aşağı və yaxud yuxarı emosional vəziyyətlər aşkar edilirsə, artıq şəxsin yalan danışması kimi qeydə alınır. Bəzən yalan detektoru da səhv nəticələr göstərə bilir. Bu asılıdır şəxsin psixoloji hazırlığından, nə qədər emosional bir insan olmasından, emosiyalarını nəzarət edə bilməsindən və belə hallarda yalan detektoru da səhv nəticələr göstərə bilir. Amma bütün baş verən proses məhz beynin davranışları nəticəsində ortaya çıxır. Yəni şəxsin bizim nəzarətimizdən kənar beynin bədəndə yaratdığı proseslər.